Hər kəsə salam, kanalıma və vloguma xoş gəlmisiniz. Mən gələcəkdən gəlirəm və bu videonu editləyərkən sizə biraz da Paris haqqında və Disneyland haqqında məlumat vermək istədim. Əslində videonun bir qismində, səhv eləmirəmsə, 10-cu, 12-ci dəqiqələrində çox danışıram. Yəni 5-6 dəqiqəlik sizə məlumat verirəm. Sadəcə çoxunuz məndən soruşursunuz ki, niyə Paris vloglarda çox danışmıram. Səbəb isə budur ki, Paris oğurluqla, əsas da telefon oğurluğu ilə və cib oğurluğu deyirlər. Onunla çox məşhurdur və buna görə də telefonumuzu çox çıxardıb belə insanlara göstərərək danışmağa qorxurduq. Amma ki, yenə də çəkdiyim hər şeyi belə birləşdirib sizlər üçün bir neçə vlog hazırlamağı başlamışam və ikisini artıq paylaşmışam. Bu üçüncüdür və bir dənə daha, mütləq ən az bir dənə daha Parisin özündən vlog gələcək. Burada sizə Disneyland Store-da biraz zaman keçirdiyimizi göstərirəm. Buradan işte hədiyyə olsun, bacım özünə nəsə alır, birazdan görəcəksiniz. Və mən də özümə sweatshirt almışdım. Sonra o məşhur shoulder patches, I guess. Elə bir şey desin adı. O mini qulaqlarından mütləq almalıyıq. Yəni onları alırıq, biraz candy falan alırıq və s. Hazırda bu videoda fürsətim varkən həyatımızda son dərəcə vacib olan bir məqamı xüsusi olaraq vurğulamaq istəyirəm. İngilis dilinin həyatımızda əhəmiyyətini. Gördüyünüz kimi biz hazırda Fransadayıq. Bura Fransadır və rəsmi dili fransız dilidir. Amma praktikada nə ilə qarşılaşırıq? Demək olar ki, hər yerdə, otellərdə, alış-veriş mərkəzlərində, əyləncə məkanlarında, kafelərdə, restoranlarda, hətta taksilərdə belə ingilis dilindən istifadə edirik. Hətta bir çox taksi sürücüləri ingilis dilini anlayır və cavab verə bilirdi. Təbii ki, bilməyənlər də olurdu, amma o hallarda bir şəkildə anlaşma yolu tapılırdı, hansı ki, çox çətin idi. Hamımız bilirik ki, ingilis dili hazırda dünyada ən geniş yayılmış və ən çox istifadə olunan dildir. Digər dillər Türk dili, Rus dili, İspan dili, Fransız dili, Çin dili və digər Avropa dilləri əlbəttə ki, çox önəmlidir. Amma reallıq budur ki, ingilis dili artıq qlobal ünsiyyət dili statusunu qazanıb. Demək olar ki, dünyanın hər ölkəsində ingilis dili bilən insan tapmaq mümkündür. Bu dil bugün əksər məktəblərdə, universitetlərdə və ümumilikdə təhsil müəssisələrində tədris olunur. Məhz buna görə də videolarımı izləyənlərin böyük əksəriyyəti yeniyetmələr, şagirdlər və tələbələr olduğu üçün bu mövzunu xüsusilə vurğulamaq istədim. Əgər hazırda vaxtınız varsa və yeni bir bacarıq qazanmaq istəyirsinizsə, mütləq şəkildə ingilis dilini öyrənməyə başlayın. Çünki bu dil təkcə ünsiyyət vasitəsi deyil. O sizin dünya görüşünüzü dəyişəcək, düşüncə tərzinizi genişləndirəcək və qarşınıza yeni imkanlar açacaq. Bir dil öyrəndikdən sonra insanın qarşısında çox sayda qapı açılır. Bəlkə də siz Azərbaycandasınız, Azərbaycan vətəndaşısınız və təhsilinizi ingilis dilində almağı planlaşdırmırsınız. Amma həyatın gələcəkdə sizə nə gətirəcəyini çox dəqiq bilmək olmur. Ona görə də hər ehtimala hazır olmaq lazımdır. İngilis dili bilən insan hara getsə, gec-tez özünə bir yol tapır. Biz bunu burada Fransada açıq şəkildə gördük. Rəsmi dil fransız dili olsa belə, gündəlik həyatda bizi rahat şəkildə irəli aparan dil məhz ingilis dili oldu. Yeri gəlmişkən bu hissə biraz məlumatlandırıcı xarakter daşıyacaq. Əvvəlki videolarımda ingilis dilinin öyrənməsi, IELTS və SAT mövzuları ilə bağlı kifayət qədər faydalı paylaşımlar etmişəm. İstəsəniz onlara da baxaraq əlavə məlumat əldə edə bilərsiniz. Bundan əlavə mənim öz kursum olan Chit Chat in English proqramında ingilis dili tədris olunur. Kursda həm danışıq, həm ümumi ingilis dili, həm də IELTS dərsləri mövcuddur. Əlaqə üçün WhatsApp nömrəsi və Instagram səhifəsi videonun açıqlama hissəsində qeyd olunacaq. Sizə xoş seyirlər.
satmak istəyəcəksiniz. Baxın, baxın. Şimdi burada kafede yemek zakaz edeceğiz. Yemek yerinde daha doğrusu içmeye bir şey. Çünkü yerken yani aslında her tarafta kafe veresen olduğu için nəsə aldıq və bayağı şokolad aldıq, jelibon aldıq, böyle stitch formalı mini mouse falan. Neyse. İndi isə içmeye salacağız. Kafe, su, Sprite, bilmirəm nəsə. Sadece yani gelmek isteyen varsa nəzərə alın ki, hər şey çok pahalı. Yani su 7 manat falandır. Və overpriced hər şey. Yəni Parisin özündə də və burada da ucuz olan başqa şeylər var. Məsələn, Avropanın şeyləri. Amma məsələn su falan kimi şeylər həqiqətən çox bahadır. Bizə baha gəlir, amma onlar üçün isə normal bir şey. Yəni belə nəzərdə saxlayın. Bizə məsələn su 50 qəpik olmağını öyrəşmişik, amma burada onlar da 7 manat olmağını öyrəşiblər. Çünki məsələn turistik yerdə belədir deyil. Həqiqətən belədir. Məsələn bizim otelin olduğu yer əslində mərkəzdir, amma ki orada parislər yaşayır. Və onlar da bizlə bərabər girirlər, bonjour və o elə alırlar. Yəni, bunlar çox normaldır. Evet. Tekrar. Burada cappuccino var. Ama burada mesela kağıt kartonda vermediler. Plastikte verirler həmişə. Ona göre hatta take away zakaz elədik biz lira yeməyə. Yəni sırf bu plastikte verməsinlər deyə. Bir də mesela göstərmiyorlar. Böyle bir şey var. İlla da görmüşsünüz eğer Disney vloglarına baxdıqsa içinde şokolad var. Bir de bu bacının olduğu için hemen yerine koyuruq. Bu da böyle bir kutu var.
Disneyland'a tək başıma gedirəm bizim çantaları götürməyə. Çünki nəsə saat dedilər ki 7-də park bağlanır, 7:45-də gəlin götürün və yəni niyə 45 dəqiqə sonra götürdük parkdan bilmirəm. Birdən səhv demiş olarlar deyə hər ehtimal gedirəm götürməyə, çək var. Bir də xəritəm var ki yəni hər ehtimal. Məncə etmərəm, məncə şey olmaz. Sadəcə parad başlayacaq saat 7-də. Hazırda isə saat 17:48-də təxminən və oralar tam dolub, yəni insanlar oranı zəbt ediblər ki izləsinlər. Bayaq da biz paradan xəbərimiz yox idi. Parad deyənə də açıq şou olacaq. Qalaya baxın. Şou olacaq şənglərinin və onu qaçırmaq istəmirəm. Bir saniyəsini belə. Ona görə oradan yer tutmaq zorundayıq biz də. Mama ilə bacı orada gözlədilər ki onlar orada gözlədilər ki yerimiz qapılmasın. Biraz qabaqdayıq heç olmasa. Qabaqda gəlsin, sadəcə yandayıq yəni. Tam belə şotoya baxmırıq. Nəysə, gedim əşyalarımızı götürüm. Bir də yəni mütləq gəlinib görülməli olan yerdir. Məsələn, mənim uşaqdan bəri xəyalım idi və böyük ihtimalle burada mən izləyənlərə daha çox yaşlılarım olduğu üçün yeniyetmələr, uşaqlar. Böyük ihtimalle yəni sizin də xəyalınızda var, əgər heç getməmişsinizsə. Və məni buraya yəni gətirən anam olub, bunun üçün çox şanslıyım. Daha çox işləyib gəlməli də ola bilərdim, çünki həqiqətən çox pahalı yerdir. Yəni bunu deməmək olmaz. Amma yəni mütləq bunu məsələn bu videoya baxın, manifestləyin və bura bir gün gəlmək üçün çox çalışın. Həqiqətən uşaq vaxtı gəlməliyəm, sonra maraq yoxdur deyə bir şey yoxdur. Neçə yaşınızda da olsa, ilk dəfə Parisə 30 yaşınızda belə gəlsəniz, mütləq gəlməlisiniz yəni. Yəni sizə çanta deyirəm, həqiqətən. Burada insanlar o qədər səmimidir ki, birinci evdə Disneyland'dakı insanlardan başlamaq istəyirəm, yəni işləyənlərdən. Həqiqətən uşaqlarla bərabər işləklərinin fərqindədirlər və mən uşaq deyirəm də, yəni minimum 16 yaşım var, amma 14 yaş oxşayıram bilirəm. 14 yaşında belə olsa mənə uşaq kimi davranırlar, anam olsun. Hamı çox gülər özünə, siz gülürlər yəni. Və Fransız olsun, digər ölkənin vətəndaşları olsun, burada səyahət edən və ya yaşayan ki bilirsiniz Paris çox böyük şəhərdir və burada hər ölkədən insan var. Çox gülər üzlü hamı. Həqiqətən buranın ayrı bir ab-havası var və deyirlər məsələn Paris çirklidir, metro çirklidir. Bəli, çirklidir, çox çirklidir metro, çox pis gəlir. Amma şəhərin özü çox mədənidir, başa düşürsünüz. Yəni o şəhərin təmizlənməməsinin onların xarakterlərinə aidiyyatı yoxdur. Və Parisin özündə də Disneyland'ın kənarında həm işçilər, məsələn, bizdə bilirsiniz mağazaların hamısında nəsə işçi var ki, söz soruşsan özünə yaparıq yəni də. Amma burada heç elə deyil. Yəni hər kəs o qədər səmimidir. Hər kəs işindən zövq alır. Hamı istəyir taksi olsun, istəyir mağazalar satıcı olsun, məsləhətçi olsun. Yəni fərqi yoxdur. Hamı zövq alır və mənim qarşıdan gördüyüm mənzərə budur. Başqa bir şəhərdəyəm. Yəni Parisə belə oxşamı başa düşürsünüz. Mən bu dəqiqə özümü hansısa bir cizgi filmin qəhrəmanı olaraq hiss edirəm və burada tanımadığım çox insan var. Qardaşlar, bunlar məni yerə göndərdilər. Anamla bacım ki, dedim, mesela şirniyyat kimi bir şey. Şirniyyat da ya məncə, qoxusunu elə başa düşürəm. Qadının əlində görüblər, biz o boyda insan düşünürəm və konsert zonası kimi bir şey düşünürəm. Qız əlini gördülər, İngilis dili bilən olaraq getdim, dedim, bəs hardanmısınız? Fransızdır və başa düşdü ki, nəsə deyirəm, bayi falan deyirlər ki, yəni bildilər də nə demək istəyirəm. İzah eləməyə çalışırlar. Gülünlə başa düşüb, izah eləyə bilmirlər də, heç nə bilmirlər ingilisində. Nəsə belə eləyirlər və yəni burada American Main Street deyəsən səhv eləmirəmsə, bilirsiniz nə boyda yerdir? Targovya'nı düşündün də, yəni o bir zona o dərəcədir də, o boyda. Mən indi o boyda yerdə balaca şirniyyatın harda satıldığını bilmək istəyirəm. Və yəni məsələn restoran belədir, içinə girirsiniz oradadır. Mən hardan bilim o harda satılır, heç bir fikrim yoxdur. Heç nə. İndi axtarıb tapmalıyam. Je ne sais pas là, et pourtant regarde.
İndi də metroda surviving skills 100% qayıtmağa çalışıq otelə. Yəni ki, burada metro həqiqətən çox təhlükəlidir. Bir də çox qarışıqdır. Yarım saat gəzirik metronun içindəki çıxışı tapaq, line tapaq, öz getdiyimiz yeri tapaq falan.